Belə bir gözəl, maraqlı sual izahına baxaq. Deyir, A və B ədədləri 3-ə bölünən ardıcıl cüt ədədlərdir. Ardıcıl cütdürsə nə deməkdir? 2-yə bölünürlər. 3-ə də bölünürlərsə, deməli nəyə bölünürlər? 6-ya bölünürlər. Elə əsas məsələ bunu tutmaq idi. Davamı məncə daha rahatdır. Deyir, Əkob AB-nin Əbob AB cəmi də 78-dir. Bizdən də A plus B cəmini istəyir. İndi dedik ki, biz A da B də deməli 6-ya bölünürlər. Yəni, məsələn, A-ya 6M, B-yə də 6N deyə bilərik. Deməli, yazırıq ki, Əkob 6M, 6N üzərinə gəlinsin. Əbob 6M, 6N 78-dir. Və buradan biz 6-nı mötərizə xaricinə çıxara bilərik. Və burada bir şey də deyim ki, burada M ilə N qarşılıqlı sadədir. Çünki Əbob 6-dırsa, yəni geridə qalan ədədlər qarşılıqlı sadə olmalıdır. Yəni buradan Əbobun da onsuz 6 olduğunu bilirik. M ilə N qarşılıqlı sadədirsə, 6-nı ortaq çıxarsaq, M və N qalır. Bunlar da qarşılıqlı sadədirlərsə, hasilləri 1-dir. Deməli, bizdə ən son nə qaldı? Əkob 6M, 6N, 78 çıxaq 6, yəni 72-yə bərabərdir. İndi bunu hesablamaq üçün 6-nı ortaq çıxarsaq, M ilə N 72. Və dedik ki, M ilə N qarşılıqlı sadədir, Əkob olduğu üçün hasillərdir. M-in 72 bölünsün 6, 12-yə bərabərdir. Deməli, 2 və 6 ola bilər, 3 və 4 ola bilər, 1 və 12 ola bilər. 2 ilə 6 qarşılıqlı sadə deyil. 1 ilə 12-ni də qoysaq, bizə 3-ə bölünən ardıcıl cüt ədəd şərtini ödəmir. Deməli, 3 və 4-dür. Yəni, M ilə N 3 və 4-dür. Deməli, biri 18-dir, digəri isə 24-dür. Cəmləri də 42.